Ölkəmizdə respublika əhəmiyyətli yollardan biri də Ələt-Astara magistraldır. Ölkəni cənub bölgəsi ilə birləşdirən dövlət əhəmiyyətli bu yol həmçinin Avropa və Asiya istiqamətində nəqliyyat vasitələrinin hərəkətini təmin edir. Hər gün yerli sakinlərlə bərabər ölkəmizdə qonaq olan minlərlə turist bu magistral üzərindən hərəkət edir. Belə bir el məsəlimiz var. Abad kənd yolundan bəlli olar. Kaş ki, müdriklərin işlətdiyi bu ifadəni Ələt-Astara magistralının Cəllabaddan keçən hissəsi üçün də deyə biləydik. Mövzu ilə bağlı ətraflı növbəti sujetdən izləyək. Gördüyünüz bu acınacaqlı mənzərə Ələt-Astara magistralının 137-ci kilometrliyindən başlayır, 139-cu kilometrliyinə qədər davam edir. Bu da Cəlilabad rayonunun bazar ərazisindən müalicə diaqnostika mərkəzinə qədər gələn yoldur. Rayon sakinlərinin haqlı narazılığına səbəb olan bu ərazini bütün fəsillərdə lentə almışıq. Təqdim edəcəyimiz kadrlar yolun bütün fəsillərinin canlı şahididir. Burada piyada keçidinin bərbad vəziyyətdə olması istiqaməti keçilməz hala salıb. Diqqət edək, bu görüntülər magistral yolun qardan təmizlənməsi zamanı çəkilib. Sizcə rayon sakini yolun kənarı ilə hərəkət edərkən piyada keçidində palçığa batmamış və ya nəqliyyat vasitələrinin onu islatmadan keçməsi mümkündürmü? Maniyə yaratmır deyəndə ki, niyə yaratmır ki? Keçəni bulayır o, özü maşın bulanır. Yox, o palçıq içində ara gedir. Ara küçük yaşadığımız yerə girənmirik. Hansı sürətlə birinci skorsuna getməliyim ki, qaqağdan vətəndaş gəlir, vətəndaşın üstünü bulamayayım. Magistral yolda hərəkətin intensivliyini nəzərə alsaq, əraziyə biganə yanaşan cavabdeh qurumun ucbatından sakinlərin və sürücülərin əziyyət çəkdiyinin şahidi oluruq. Mövcud vəziyyət yağışlı havalarda da hökm sürür. Ağır tonajlı yük maşınlarının asfalt üzərindən daşıdığı palçıq vaxtında təmizlənmədiyi üçün azca yağış kifayət edir ki, gördüyümüz bu xoşagəlməz mənzərə yaransın. Necə deyərlər, günəşli havada tozun, yağışlı havada isə palçığın əlindən dad edir sakinlər. Problemin də əsas səbəbi budur. Piyadalar da vaxtında təmizlənməyən yolun keçilməz olduğunu görüb, avtomobillərin hərəkət zolağını qəfil keçməklə yolda qəza vəziyyəti yaratmış olurlar. Bir sözlə, magistral yolun Cəlilabaddan keçən hissəsi həm piyadalar, həm də sürücülər üçün çox təhlükəlidir. Məcburi ki, yoldan keçən şofördən vurur, maşın vurur. Şoförləri yeni cinayətini cəlb olurlar. Niyə görə? Bu seçişlər olandan sonra, tərtəmiz olandan sonra burada niyə görə istifadə edə bilməyək? Əlbəttə ki, təhlükədir, əlbəttə ki, palçıqdır. Gedərlər küçələrə, yürürlər, bura yenə yaxşıdır, girin küçələrə, məktəbə gedmiyor mu? Bu yolda adi məktəb uşağı vardı. Yoldan sağa hardasa 1500 dənə ev vardı. 1500 dənə evin içərisindən hər evdən heç olmasa ən azından 3-4 uşaq məktəbə gedir. Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək istəyimiz baş tutmadı. Ümid edirik ki, piyadaları və sürücüləri narahat edən bu problemə aidiyyatı qurumlar tərəfindən tezliklə son qoyulacaq. Hər bir məmur yaxşı bilməlidir ki, respublikamızda yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının bu sahədə imzaladığı sərəncamlar nəticəsində ölkəmizdə ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı təmir edilir. Yeni körpülər, tunellər salınır. Bu işlərin fonunda ölkənin ən əhəmiyyətli magistrallarından hesab olunan Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən bu hissəsi görülən işlərdən nümunə götürməlidir. Çünki avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Aytən Sakit qızı Elşən Feyzullayev, Zahid Aydınoğlu, Cəlilabad.